Hörmətli dinləyicilərim, bugün sizlərə maraqlı bir hekayə anlatmaq istəyirəm. Günlərin bir günü Fatih Sultan Mehmed adlı bir nadinc ərköyün şagird varmış. Bu şagird hər dəfə dərsdə nadinci edərək müəllimini əsəbləşdirər, hətta ona dərs keçməsinə belə maneə yaradardı. Müəllim Ağşəmsəddin isə Mehmedin atası Paşa II. Murada bu məsələni izah etməyə utanar və çəkinərdi. Aylar keçsə də Mehmedin ərköyünlüyü daha da artmağa başladı və müəllim artıq səbr edə bilməyib, hövsələsi daralmış bir vəziyyətdə Mehmedin atası Paşa II. Muradın yanına gəlir və söhbətə başlayır. Əziz Paşahım, sizə ərzim böyükdür. İcazə versəniz sizinlə bir məsələni paylaşardım, deyir. II. Murad, buyur müəllim, çox rahatlıqla məsələni izah edə bilərsən, deyir. Və bu sözlərdə rahatlıq tapan müəllim Ağşəmsəddin məsələni izah etməyə başlayır. Söhbət əsnasında o, Paşaha oğlu Mehmeddən şikayət edərək, onun nadincliyinin, ərköyünlüyünün ona dərs keçməsinə maneə yaratdığını bildirir. Paşa əyilərək müəllimin qulağına nəyisə pıçıldadı və müəllim onu dinlədikdən sonra təəccüblü bir şəkildə etiraz etməyə başladı. Xeyr, padşahım, bu plan baş tutmayacaq. Mən siz dediyinizi etməyəcəyim, dedi. Padşah isə, xeyr, bu plan baş tutacaq və sən deyiləni edəcəksən, deyə əmr etdi. Ertəsi gün dərs zamanı Mehmed yenə öz ərköyünlüyü ilə davam etdi və müəllim onu danlamağa başladığı anda sinifin qapısı açıldı, atası Paşa II. Murad sinifə daxil oldu. Müəllim Ağşəmsəddin plan əsasında o heç bir nizamını pozmadan əsəbi bir şəkildə Paşaha tərəf çönür və onu danlayaraq icazəsiz qapının döymədən sinifə daxil olunmayacağını bildirdi və onu şillə vurdu. Dalınca isə sinifi tərk etməsini əmr etdi. Padşah üzgün bir şəkildə üzr istəyərək sinifi tərk etdi. Mehmed isə kənardan atası və müəllimi arasında keçən bu hadisəni təəccüblə izləyirdi və heç bir şey deyə bilmirdi. Az keçdi, sinifin qapısı döyüldü, II. Murad xəcalətli bir şəkildə müəllimdən üzr istəyərək sinifə daxil olmaq istədiyini bildirdi. Mehmed bu hadisəni gördükdən sonra səhəri gündən etibarən artıq heç bir nadinci ərköyünlüyü etmir, müəllimini əsəbləşdirmir, onun dərs keçməsinə maneə yaratmırdı. Çünki Mehmed güvəndiyi dağlara qar yağdığını anlamışdı. Hörmətli valideynlər, bu hekayəni anlatmaqda məqsədim sizlərə təlim və tərbiyə prosesində valideyn faktorunun nə qədər əhəmiyyəti olduğunu izah etmək idi. Təhsilimiz əslində Murad kimi olmasa belə, ən azından öz övladlarını səhv düşüncələrə, yollara düşürməyəcəyini dərk edən valideynlərə, ata-analara ehtiyacı var. Əziz valideynlər, unutmayaq ki, heç bir valideynin övladı ərköyün olaraq doğulmur. Sadəcə olaraq həmin uşaqlar valideynlər tərəfindən lazımsız əzizlənir. Diqqətiniz üçün çox sağ olun.